Azərbaycan mənşəli biznesmen Umid Abuzəli Rumeniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb. Bölgə TV xəbər verir ki, 29 yanvarda Rumeniyanın Profit.ro portalının məlumatına görə layihə keçmiş Salyan İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlu Umid Abuzəli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi. Bu barədə jurnalist Elçin Aloğlu rəsmi Facebook hesabında paylaşıb. Abuzəlinin yaratdığı memar kapital şirkəti Rumeniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı George Bekalin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin 7 milyonçu Luan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb. Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı. Sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə Roma imperatoruna bənzər şəkildə sirk çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu. Onun oğlu Umid Abuzəli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007-2024-cü illər arasında Sokar Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi. Memar kapital Rumeniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub. Daha sonra adını dəyişib. Bugün şirkəti 3 yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzun illik təcrübəyə malik olduğunu bəyan edir. Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadrat metr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi Alexander Residence adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı. İkinci mərhələ isə tamamilə memar kapital şirkətinin nəzarətinə keçib. Rəna Rövşənqızı, Bölgə TV.